Salam əziz abituriyentlər. Bu gün sizlərlə Pythonda olan bir sualın izahına baxacağıq. Sualda yazıb Pythonda yazılmış aşağıdakı proqramın nəticəsi müəyyən edilir. List verib 2, 17, AA, bal, alma, list S1-i mənimsədib listə və listə sort edib. Təzən list 1-in print vəziyyətini bizdən soruşur. Gəlin görək bu nə cür eləyəcək. Sort deyəndə burada sadə dərsində misal, sort deyəndə sort. Yəni, bu sıralamaq müəmməsi. Sort deyəndə bu sıralamaqdır. Yəni ki, kiçikdən böyüyə doğru sıralamaqdır. Əgər bizə string tipli məlumatları sıralamaq tapşırılırsa, biz bilirik ki, birinci ən böyük gələn nələrdir? Hərflərdir. Yəni, nədir? A, B, C, D, nə bunlardır. Sonra rəqəmlər gəlirsə, rəqəmlərdir. Və belə bir şeylər ardıcılıqlardan gəlir. İndi mən gəlirəm nəyə? Birinci növbədə. Təbii ki, biz dedik ki, kiçikdən böyük doğru. Birinci nələr gəlməlidir? Rəqəmlər. Burada baxıram. 2 böyükdür, yoxsa 17. Bu integer tipində. Əgər qoşa dırnaqda verilməsəydi, yəni 2 ilə 17 string tipindədirsə, belədirsə, 2 ilə 17 string tipindədirsə, 17 daha böyükdür. Yəni, belə deyək də, 2 daha böyükdür, daha doğrusu 2 daha böyükdür. Nəyə görə? Çünki 1, 2-dən balacadır. Burada elə bir birinci rəqəmlərə baxsan, bax. Birinci rəqəmlərə baxsan. Birinci 1-dir, bunun birinci rəqəmi 2-dir. Deməli, ikinci rəqəm, yəni 2 17-dən böyükdür. String tipində, yəni 2 rəqəmi 17-dən böyükdür. String tipindən söhbət gedir. Integer tipində təbii ki, bizim bildiyimiz riyazi qaydaya uyğun olaraq 17 daha böyükdür. Amma string tipində 2 daha böyükdür. Onda birinci kiçik gələn nədir? 17-dir. Onda birinci nə gələcək? 17 gələcək. Sonra rəqəm, başqa bir rəqəm görmürəm deyə 2-ni yazıram. Sonra baxıram AA, bal, alma. Baxın, əlifba sırasını düzsəm. Bax, A hərfi var, B hərfi var, C hərfi var, düzdür. Bax, birinci ən kiçik nədir? A hərfidir. A ilə başlayan bir söz, hamısı A ilə başlayır. Sonra A gəlir daha. A gəlirsə, burada budur. Sonra baxıram ki, alma var, bir də var bal. Biz deyirik ki, burada niyə A-nı yox, A-nı götürdük, almanı yox. L qabaqda da axı. A-lar tutur, ikisi də eyni hərfdir. Amma ikinci bir A var, ikinci bir L hərfi var. L hərfi daha böyükdür. Yəni, sonrada gəlir də. Neçənci hərfi var? 20 neçənci hərfidir. Yəni, əlifba sırasında da tutaq ki. Bunda kiçik birinci A oldu. Sonra A ilə başlayan ikinci bir hərf alma. Sonra bu gəlir, bax, belə alma. Sonra da A-dan böyük nə hərf? A-dan sonra böyük gəlir B hərfi ilə başlayan. Bu ilə başlayan bir söz olsa bal. Yəni, biz bunun düzəlində 17, 2, AA, alma, bal olaraq düzələcək A variantı. Yəni, string tipində, yəni uyğun olaraq hərflərdə, tutaq ki, mən sual versəm ki, ay, misal üçün, ad böyükdür, yoxsa, misal üçün, deyə bilərik ki, tutaq ki, arzu, tutaq ki, hansı daha böyükdür sualını versəm, belə bir sözlə string tipində müqayisə apardırsam, təbii ki, arzu sözü daha böyükdür. A ilə ikisi başlayır, amma D hərfi, sonra R hərfi gəlir. R hərfi sonradadır da, yəni növbəti hərfdə olduğu üçün, daha qabaqda olduğu üçün R hərfi daha böyükdür. Yəni, burada variant olaraq A variantını götürəcəyik. O qədər.